Bu dəfə dırnaq kolleksiyası mənə sürpriz olacaq. Dırnaq ustama yazdım ki, nə istəyirsən elə, mən razı. Bu dərəcədə bəyənəcəyimi heç düşünməzdim. Bu dəfə Firuzə konkret yaradıb da. Bir aydan çoxdur ki, bu dırnaqlarını gəzirəm, nə qorxma, nə sıxma yoxdur. Ustam isə həzi aslanıbdadır. İnstrumentləri həmişə steril, sizin göz qabağında kraft paketdən çıxarılır. 3 dırnağım göy oldu, ikisi isə deyəsən dizayn olacaq. Birinə belə ramka çəkdi, o birisinə isə French. Gördüm ki, French'in üstündən yenə nəsə çəkir, biraz keyfim pozuldu, düşündüm ki, körləyər, amma yox, daha da gözəl oldu. Bilirsiniz də, mən limonları həddən artıq çox sevirəm, ürəyim getdi, görəndə ki, dırnağımda da 2 dənə limon var. Mən çox bəyəndim, bəs siz rey bölməsində yazın. Hal-hazırda qızlar reyləri oxuyurdum və qəlb qırmaq, kiminsə xətrinə dəymək, pis söz yazmaq nə qədər asandır insanlar üçün. Yəni dırnaqları belə yaxından göstərirəm sizə. Yəni ki, bu dırnaqlara nə olub da, yəni ki, problem nədir ki, bu qədər söz yazırsınız, söz qoşursunuz. Yəni ki, səliqə öz yerində. Tam kutiklan dibinə qədər eriyib. Yəni ki, bunda nə problem görürsünüz siz? Rilsi atmışam, reyləri də bağlayıram. Çünki özüm qoyuram Firuzənin yerinə özümü. Yəni ki, mənim xətrimə dəyərdi. Mən çox pis olardım elə reylərə. Özdə ki, belə mükəmməl əl işi ola və belə reylər oxuya. Ona görə bağladım. Bu Araz marketdir. Bu balaca Zəhradır. Bu isə Viki. Zəhra hər gün özünə kiçik bir şirniyyat almaq üçün Araz marketə gəlirdi. Bir gün isə mağazanın qarşısında ac Viki ilə rastlaşdı. Şirniyyatdan əvvəl indirimdə olan pişik yemini seçdi və Vikini yedizdirdi. Çünki yaxşılıq etmək üçün böyük olmaq lazım deyil. Balaca Zəhranın ürəyi böyükdür. Araz isə təkcə ailənizi yox, sevimli dostlarınızı da düşünür. Şirniyyatları satan yerdə bunu gördüm. Alanda da mama dedi ki, bu nə batareykalarda almışsan. Qiyməti bu arada 70 qəpiyədir, Xaçmazdan almışdım. Belə maraqlı və fərqli şirniyyatları adətən hər zaman Xaçmazdan tapıram. Adi marmeladdır, dadı bəyəndim. Əsas upakovkanı bəyəndim, çox fərqli və maraqlı görünür. Təkrar alardımı soruşsaz, mütləq alardım. Bunun adı da enerjidir. Hər marmelad batareykanın rənginə uyğun, fərqli rənglərdə olsaydı daha da maraqlı olardı məncə. Kanalımda qızlar təzə video çıxıb, Temu Unpacking və bu paltarları hamısını bir-bir göstərirəm, linkləri qoyuram, hansı razmerdir, hansını məsləhət görürəm və yaxud görmürəm. Məncə belə tipli videolar çox faydalıdır, çünki Temuda reylər demək olar ki, yox dərəcəsindədir. Mən isə sizə pul xərcləmədən tam hər bir məhsul haqqında məlumat ötürmüş oluram. Misal üçün bu pink koftanı mütləq bir razmer balaca almaq lazımdır, çünki böyük gəlir, amma bu şalvarı heç almağa məsləhət görmürəm. Uzunluğu qısadır, ən əsaslı ki, iç göstərir. Yenə də məsləhət sizindir, mən sadəcə öz fikrimi sizə deyirəm. Videonun linki isə burada aşağıda qoymuşam. Keçid edib videonu tam olaraq izləyə bilərsiniz. Fərqli olsun deyə amburanın